Apaçıq. İnsan var, xərçəng xəstəsi olub, deyiblər ki, 2 ay vaxtın qalır. Getdim, deyir, Moskvaya deyir. Bu, müsəlman ölkəsi olan birisi. Getdim, Moskvaya deyir. Həkim məni yoxladı, deyirlər, 2 ay sənə çox deyiblər. Nə 2 ay? 2 həftə vaxtın var, deyir. Qayıtdım otelə, 2 həftə, bir insan deyir ki, sənə 2 həftə vaxtın var. Necə olacaqsan sən? Necə yaşayacaqsan? Qardaşımla getmişəm, qardaşım yatdı, deyir. Qalxdım, səhərə qədər dua etdim, deyir. Ey Rəbbim, yəni ağlayaraq, səmimi qəlbdən. Hələ bundan əvvəldə yolda bir, görüblər ki, bu ərəblər gəlib, bir Rus olub, İslamı qəbul edən, maraqlı gəlib. Ərəb görüb, gəlib məni evə qonaq, deyib, mən xəstəyim, deyib, dərman məndə. Bu da sevinir, evinə gedib. Görəsən, nə dərman var? Həkim, profesor deyir ki, müalicəsi yoxdur. Prosta istəyib şimdi, tezdə bu Sovet dağılıb, İslama gəliblər, zaten belə xoş deyir ki, bir müsəlman görüb. Evinə getdi, yedi, içdi, dedim, dərman, deyir, dərman məndən, ki, dərman Allahda deyir. O boyda Səudiyyədən Allah mənə bu sözü dizilməyə gətirir, deyir, Moskvaya deyir. Gör, mənə nə deyir ki, dərman Allahda. Deyir, səhərə qədər ağladım, dua elədim, deyir Allah. Ey Rəbbim, mənə çıxış yolu göstər. Əlacsızam, əlacsızın duası bu deməkdir. Yəni, qəlbində ancaq Allah. Səhərsi gün yemək getdi, deyir, getməmişdən əvvəl, gördüm, halım yaxınlaşıb, yemək yeyə bilmirəm, deyir. Dedim, gedək həkimin yanına. Müalicə də deyim, bir dənə yoxlamaq deyir, 10.000 dollara yaxın pul deyir. İmkanlı adam olublar. Deyir ki, getdik, yoxladıq, həkim belədir, sən dünənki adam deyilsən. Dedim, mən dünənki adamam. Dedi, ola bilməz. Asistantlar səhv edib. Öz hesabıma yoxlayacağım, olmuş hadisə. Yoxladı, gəldi, deyir, başını tutdu, deyir, belədir. Deyir, mümkün deyil, deyir. 2 həftə vaxtının qalıb, bütün bədənin dolub, metastaz verib. Nə inədin sən? Deyir, sən başa düşməzsən, mən nə inədim? Ateist idi özdə, deyir. Mən Rəbbimə yalvardım, deyir. Allah məni oradan Ərəbistandan getdi Moskvaya, bir dənə müsəlmanla qarşılaşdı, onu xatırladı ki, Allahdadır hər şeydir. Sanki, deyir, bədənimə belə bir istilik gəldi. Dərman Allahdadır, deyir. Bu boyda yol. Nə olsa müsəlmanların içərisində yaşayıram. Allah hər şeyə qadirdir, ümidsiz olmaz. Allah bir şey ol deyər, olar. Lə yu'cizuhu şeyun fil ardı və lə fissəmə. Göylərdə və yerdə heç bir şeydir Allah aciz qoya bilməzdir. Heç bir şey aciz qoya bilməz. Səmimi qəlbdən qəlbini Allaha bağlasan, həqiqi mənada inansan və səbirli olsan, səbirli olacaqsan, nə qədər həyatdasansa Allaha ümid var. Son deyə bir şey yox. O son deyən Allahdan ümidinizdən kafirlərdir ki, bitdi həyatım. Alimlərdən birisi danışdı, deyir, getmişəm Emiratda, deyir, Birləşmiş Ərəb Əmirlikləri. Konferansda bir dənə deyir, dedilər, iş adamı gəlib, milyoner. Deyir, konferansdan sonra deyir, oturduq çay, kof içməyə. Dedim ki, bu boyda sərvəti necə yığmısan? Dedi, Allah'a zikirlə. Deyir, ilk dəfə deyir, bir tacir görürəm ki, deyir, desin ki, Allah'a zikirlə. Çünki çoxu nə deyir? Bacarığımdan, biznesimdən, filan şeyimdən. Çoxu neyini? Özünlə öyünür işi ilə. Dedim, necə oldu hadisə? Deyir, borc içərisində batırdım, deyir. Misaldır yəni bu, hər şey üçün. Borc içərisində batırdım, deyir. Bir gün məsciddən keçərkən orada gördüm ki, bir xətib Peyğəmbərimizin hədisini deyir, sallallahu aleyhi ve sellem. Nədir? Mən ləzmən istiğfar, kimdir istiğfar, əstağfurullah zikrini dilindən düşürməzsə, Allah onun hər bir darlıqdan fərəc qapısı verər. Hər bir qəm kədəri aradan qaldırar və ummadığı yerdən ruzləndirər. Deyir, dilimdən düşürmədim. Əstağfurullah, çay içirəm, maşına verirəm. Hətta da yoldaşımla uşağı deyir, qızım deyir ki, deyəsən atamız dəli olub, öz-özünə nəsə zümzüm eləyir. Bu dərəcədə. Dilimdən düşürmədim, inanaraq. Bir müddət sonra deyir, qapım döyüldü, deyir, bir nəfər bir paket getdi ki, bunu sənə göndəriblər. Tanımıram, deyirlər, eşitmişik, sənin sıxıntın var. Açdım, görüm 100.000 dirhəm pul deyir. Birinci borclarımı qaytardım, deyir, sonra başladım ticarətə. İndi deyir, daşınmaz əmlakın sayını bilmirəm. Deyir, yaxşı, yenə Allah'a zikr edirsən, deyir, mən Allahın lütfini unutaram, deyir. Daha çox edirəm, deyir, Allah'a zikr. Yəni, daha çox Allah'a bağlanaram, deyir. Yəni, gözəl bir söz var, deyir ki, kim Allah'a taparsa nəyi itirib, kim Allah'a itirərsə nəyi tapıb. Yəni, Allah'a bağlı olmayandan sonra bütün dünya sənin də olsa, heç bir şeydən həzz almayacaqsan. Baxın, İsveçə, heç bir sosial problem yoxdur orada. Ev problemi. Ən çox intiharlar oradadır. Niyə? Qəlb problemi var. Ruh problemi var. Yəni, dünyada deyirlər ki, yer üzərində, İsveç üçün siz nə deyirlər? Deyirlər, yer üzərində, yəni dünyada cənnət deyirlər ona. Yəni, düşün ki, insan sosial problemi yoxdur, amma ən çox intiharlar oradadır. Hətta bir məqalə yazmışdı. Yazmış ki, cənnət əhli niyə intihar edir yer üzərində?
Niyə? Ruh yoxdur, ruh. Ruhda bağlılığı yoxdur Allaha. Dua, zikir, sıxıntı dönəmində mən Rəbbimə qayıdım, ondan istəyim, zikr eləyim, dua eləyim. Yunus Peyğəmbərin duası, əstəğfurullah zikri, Peyğəmbərimizə salavat, Allaha qayıdım, səcdəyə qapanım. Altı Quran-ı Kərim buyurur ki, bəzi qəlblərə elə sıxlığı verirəmdir ki, ənnəmə yəsrə'adu fissəmə, sanki səmaya dırmaşır. Dırmaşa bilərsən səmaya? Mümkün deyil. Yəni dar. İnsan zahirinə baxma. Qəlbində olan sən heç də bilmirsən, nələr çəkir. İnsan ancaq dünya ilə baxır. Filan kəs zəngindir, deməli onun kimi kef yaşayan yox. Sən nə bilirsən onun qəlbində nələr var?